Mantirovkanı salıb qapını qırırlar. Qışqırdım ki aç aç. Qapı açıldı. Hamısı maskalı idi. Rozgvardiya, FSB. Qapı açıldı. Açılan kimi töküldülər. Evdə də 2 uşaq. Yoldaşım, anam, atam, qardaşım, mən. Bizi vurdular sırazı. Heç nə soruşmadılar. Sırazı vurdular. Bizi çox döydülər evdə. Evi şumon elədilər. Evi nə bilim nə var idi tökdülər yerə. Bizi evdə bir saat döydülər. Yoldaşım uşaq, 2 uşaq var körpə. Uşaqlarla qaçdı çıxdı. Hamama saldılar. Hamamdan çıxdı qaçdı. Aha, döyülənlər yalnız kişilər oldu, eləmi? Hə, döyülən mən oldum, atam oldu, qardaşım oldu. Bizi çox vurdular. Bir saat evdə döydülər. Mənə dedilər, Paşayev tanıyırsan? Dedim, yox. Qaciyev, İkramı tanıyırsan? Dedim, hə, tanıyıram. O vaxt rəhmətə gedib, oğlu dünya çempionudur, dostumdur. Все başladılar gene də döyməyə, toka verməyə. Elektroşokla başladılar, şap elektroşok vurmağa bizə. Elektroşok vurmaq, mantirovka ilə qılçalarımıza. Yəni istəkləri nə idi? İstəkləri deyir, Paşayevi tanıyırsan? Deyirəm, yox da tanımıram. Deyir, 2001-ci ildə ölüm işi olub. Deyirəm, xəbərim yoxdur. Mənim 94 təvəlliyəm, mənim 16 yaşım olubdur. Mən nə bilirəm də uşaq olmuşam. Heç məktəbə getməmişəm. Mən nə bilim ondan 2000-də nəçidir o. Onun üstə başladılar, elə dedikcə məni çutaydı döydülər. Papamı, məni, qardaşımı. 1 saat döyəndən sonra bizi çırpdılar başımızla promoy evdə. Pola çırpırdılar başımızı. Stolu başımıza çırpdılar. Oturacaqları keçirdilər başımıza. 1 saatdan sonra bizi qamladılar. Əllərimizi başımıza aşağı. Bizi çıxartdılar, otuzdular maşına. Qazelə. Bir dənə qardaşımla məni papamın başqa maşına saldılar. Uzandılar pola. Pola uzandıranda deyir palçıqdır. Pol da palçıq idi. Ye deyir bu polu. Kuşay deyir. Съешь deyir этот грязь. Biz də nə deyir? Ağzımızı bağlı dinməz durmuşuq da. Biz ondan sonra gətirdilər addeleniyə. Frunze 74'də. Geldi tabi biz görmedi. Ben çıkanda gördüm ki biz oradan çıktık. Frunze 74. Bizi gətirdilər oraya uzadanma. Kuramı uzattılar, kaldırdılar 5. mərtəbəyə. Uzattılar pola. Ona uzadan kimi başladılar toka verdiler. Toka verdiler dubinkayla. Kəmərlə. Bizi başladılar təpikliyə, böğrümüzə. Bütün sifətim, bədənim hamısı göy. Snimkalar elədim. Deyirlər ki, qaburqalarda sınıq kimi var. Qardaşımın qulağını qırdılar. Qulağına toku qulağına diriyirdilər. 1-2 saat orada uzanandan sonra gördüm əmilərim gəldi. Onlar da saldılar. Tabii bizi başımız polda uzanmışıq koridorda. Bir dənə də gördüm ki, Safarov Ayaz Mehbaloğlu əmimdir. Gördüm onunla salıblar kabinete, toka keçirirlər. Tok vururlar ona. Elektroşok yok. Pramoy tok. Toka vurdukça qışqırdı. Yalvarırdı. Siz kimsiniz? Ne işle meşgulsünüz? Не рус diline deyir, вы чурки, почему в свою родину не едете? Почему наши деньги зарабатываете? Почему на СВО не помогаете? Deyəndə dedim ki, mən plan şirkətin adından dostlarımla idman kompleksi var. Onlar humanitarna pomoş yığır. Mən oraya 30.000 pul vermişəm. 2 gün bundan qabaq. Adına kimi dedim. Nə idman kompleksidir, nə firmasıdır, nə humanitarna pomoş. 30.000 deyəndə məni tap-patap qardaşım vurdular ki, 30.000 nə puldur? Sən verirsən. Milyonlar qazansan. Dedim, imkan yoxdur, hardadır milyonlar? Olduqca göndərirəm, yığıram. Mən də rus dilinə deyirəm, tam naşı все bratья. Dedikən, bunlar məni lap çox vurdular. Da o qədər vurdular ki, hal qalmadı, hal yox idi.
Bizlə başladılar əməzələnməyə. İki qardaş deyir, bir-birinizi tutun, presidan eləyin, acıman eləyin, pres qaçat eləyin. Elədikcə də tok verirlər. 3-4 sayır, şak tok vurur. Biz yıxıllıq, deyir, vəsiyo sayılmadı təzdən. Qabırğamıza, 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 qabırğamıza. Qalxırlar üstümüzdə yerirlər, o izə bu izə. Başıma vurur təpiylə. Şöyle deyir, nравится çurka. Ve Pramoyda açıq aydın bize чурка, тачки, что приехали сюда, кого знаешь? Şahin Şkilinskova знаешь, deyirəm, bəli də bizim Azərbaycanın diasporası olubdu. Qəşəng tanıyıram, mən burada 30 ildir yaşayıram. Deyir, как ты его знаешь? Deyirəm, как диаспору, как представитель Азербайджана в Екатеринбурге. Уважаемый человек. Как ты с ним общаешься? Deyirəm, ну как взрослый человек, если где-то на мероприятии или где-то увижусь, поздороваюсь как со взрослым. Böyük adam kimi gəlib görüşürəm, salam əleykum eləyirəm. Sən onun obyektinə gedirsənmi? Deyirəm, gedirəm, otururam çaydan, çörəkdən, toy-moy olanda gedirəm. O deyir, filan obyektlərin yəsidir, deyirəm, yox, eşitməmişim. Fakt o obyektin yəsi olmayıbdır. Kaspi restorana deyir, şərikdirmi? Deyirəm, yox. Onun yanında magazinləri var mı? Deyirəm, yox. Paşayevi tanıyırsan? Deyirəm, yox. Deyirsən, Paşayev kimdir? bilmirəm, 2001-ci ildə ölübmü, nə qarıbmı? Tanımıram. Mən 94 təvəlliyəm qardaşımla. 97 biz uşaq olmuşuq, nə tanıyım? Onu da gördüm ki, əmlərim qışqırır, özünü öldürür. Papamın bütün qabırğalarını qırdılar. O qədər döydülər, toka verdilər ki, papamın səsi götürürdü. Hamısı da kabinetdə açıqdı, eşidirik. Bir 30 nəfər, 40 nəfərdir maskalılar. Sonra gördüm ki, əmim gəlib, o biri əmim, Safarov Akif. Gördüm, o da kabinetdədir, onu da qışqırdırlar. Ömrümüzdə bir gəgə var, adı Əhlimanlı, Talış balasıdır. Ağsaqqal kişidir, bizim Yekaterinburg meçidi zadı Azərbaycanlılar üçün tikiblər də, o vaxt Şahin müəllim gəlirlər. Onu döydülər, onu da o qədər vurdular ki, axırı dedilər ki, ölür, reanimasiya çağırdılar. Sonra gördüm ki, deyirlər, adı neydi? Əhliman. Familiyası bilmirsin? Familiyasını vallahi bilmirəm. Sonra gördüm ki, qışqırırlar ki, bir dənə də reanimasiya çağırın. Sonra gördüm ki, bir 5-6 dənə opsi reanimasiya skor çağırdılar. Dedirlər, ölən var. Vəziyyəti pis olanlar var. Gördüm ki, papam qışqırırdan özünü öldürür. Ay, ya umiray, papamınla ürəyində stent var. Deyir ki, stent var ürəyimdə. Stent var dedikcə, toku vururdular ürəyinə qəsdən.